Salam dostlar, kanalıma xoş gəlmisiniz. Belə gözəl bir havada, bir yaz havasında inanıram ki, hər birimizin əhval-ruhiyyəsi yüksək səviyyədədir və pozitivə köklənib. Niyə pozitivə? Çünki bugünkü mövzumuz da məhz elə pozitiv həyat tərzi, insanların pozitiv düşüncəsi haqqındadır. Biz necə edə bilərik ki, neqativ düşüncələrdən qurtulaq? Ümumilikdə götürsək, həyatın hər bir addımında neqativ düşüncələr, neqativ ab-hava bizi izləyə bilər. Bu, bizim ünsiyyətdə olduğumuz insanlardan, düşdüyümüz cəmiyyətdən və başımıza gələn, yaşadığımız hər hansı hadisələrdən də qaynaqlanır. Ümumiyyətlə, belə götürək ki, gülüş hər zaman mütləqdir. Əgər biz səhər yuxudan oyanırıqsa, özümüzə yüksək əhval-ruhiyyə kökləyə biliriksə, demək ki, həmin günümüz elə yüksək ab-havada da keçəcəkdir. Səhər yuxudan qalxırıq, güzgünün ətrafına keçirik. Mən bu gün çox gözələm, əhval-ruhiyyəm superdir. Mən bütün işlərimi mükəmməl şəkildə həll edəcəm. Mən hər bir işin öhdəsindən gələrəm. Bütün çətinliklər qurban olsun mənim bir gülüşümə deyərək həyatınızı pozitivə kökləyə bilərsiniz. Qısa bir zaman kəsiyində yaşayırıq və düşünürəm ki, bu zaman kəsiyini kədərlənərək, əhvalımızı mənfiyə çevirərək xərcləmək düzgün deyil. Gülüş bir sədəqədir. Bəli, kiməsə görə sədəqə, kiməsə görə mükafatdır. Sevdiklərimizi öz gülüşümüzlə mükafatlandıraq. Bizi sevməyənləri və ya neqativ enerji aldıqlarımızı isə öz gülüşümüzlə sədəqə göndərək. Bunu başa düşdükdə, bunu dərk etdikdə inanın ki, həyat su kimi axıb gedəcək, bütün problemlər sanki bir göz qırpımında həll olunacaq. Heç bir şey sizin təbəssümünüzdən, sağlamlığınızdan önəmli deyil. Özünüzə yaxşı baxın, gülüşünüzü simanızdan əskik etməyin. Gülmək hər bir insana gözəllik gətirir və gülmək sizə çox yaraşır. Hələlik.